Salam əziz izləyicilərim, hər birinizi xoş gördük. Bugün sizlə bir yerdə 27 aprel buraxılış imtahanına vermiş şagirdlərin imtahan suallarının izahlarına baxırıq. Başlayaq ilk sualdan. Deyir ki, 57-ci sual. Ölçüləri 3 sm, 5 sm, 8 sm olan düzbucaqlı parallelepipedin tam səthinin sahəsini bizdən soruşur. Biz bilirik ki, fiqurun tam səthinin sahəsini tapmaq üçün S bərabərdir 2 vurulsun mötərizədə. Aşağıda yazaq. S bərabərdir 2 vurulsun mötərizədə. Deməli 2 vurulsun. Ölçülərə sırayla vururuq bir-birinə. Bir dəfə 3-ü 5-ə vururuq, bir dəfə 5-i 8-ə vururuq, bir dəfə də 3-ü 8-ə vururuq. Bərabər olur 2 vurulsun. 3-ü 5-ə vuranda 15, 5-i 8-ə vuranda 40, 3-ü 8-ə vuranda 24. O da bərabərdir 2 vurulsun. Deməli 64, üstünə də 15 gələndə 79, o da 158 kvadrat santimetr doğru cavab olur. A variantı. Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39, Vahidə isə bütün qələmlərin 48% çatdı. Deməli, bu Sabirə çatan qələmlər olsun, bu da Vahidə çatan qələmlər. Sabirə 39 qələm çatıb. Ümumi nə qədər qələm var imiş? Ümumi də x qədər qələm var imiş. Vahidə isə bütün qələmlərin 48%. 48%, yəni vergüldən 0-dan %48 x deməkdir. Bunların ikisi bir yerdə ümumi bərabərdir. Belə yaza bilərik ki, 39 qələm Sabirindir. Sonra 0,48 x qələm Vahidindir. Ümumi bunlar bizə verir x qələmi. 39 bərabərdir. X-dan çıxırıq 0,48-i. Sonra 39 bərabərdir. 1 x-dan 0,48 x çıxanda qalır 0,52 x. X-i tapmaq üçün də nə etmək lazımdır? Deməli, 39-u bölmək lazımdır 0,52. Vergüldən sonra 2 dənə rəqəm var. Vergülü pozuram. Vergüldən sonra ona görə 39-un yanına da 2 dənə 0 əlavə edirəm. 3900-ü də 52-yə böləndə 3900 bölünsün 52 bərabər olur 75-ə. Deməli, ümumi neçə dənə qələm? Biz x-i 75 tapdıq. Deməli, 75 dənə qələm var imiş. İfadəsinin qiymətini hesablayın deyir bizə. Modulda mənfi 0,75 bizə verir müsbət 7,5. Deməli, 7,5 çıxılsın. Modulda 3,3 zaten müsbətdir. 3,3 bölünsün 2-də qalır. Kəsr xətti. 7,5-dən 3,3 çıxanda qalır 4,2 bölünsün 2. 42-ni də 2-yə böləndə 21, yəni 2,1 yazan düz yazıb, halal olsun 2,1. Dünən demişdim ki, funksiya düşə bilər. Deməli, y bərabərdir kx. Deməli, bu funksiya y bərabərdir kx-dir. Biz də düz xəttin bucaq əmsalını tapmaq üçün y-ı x-ə bölməliyik. Yəni, y-ın 4 qiymətini x-ın 2 qiymətinə bölürük, alır B variantı 2. Sonra baxırıq 61-ci sual. Deməli, 61-ci sualda belə bir tənliklər sistemi verilib. Biz bu tənliklər sistemində tərəf-tərəfə toplasaq yaxşı olar, çıxsaq yaxşı olar. Gəlin, çıxaq, ayrı-ayrı tapaq. İkinci tənlikdən birinci tənliyi çıxıram. İkinci tənlikdən birinci tənliyi. İkincidən birincini çıxıram. Deməli, belə bir şey olur. Olur 2x üstəgələ y. Çıxırıq y-ı və mənfi x çıxma, mənfi x bizə verir üstəgələ x bərabərdir 10. Y-lar gedir. Sonra onu düz yazmadım burada. Nə etməliydik? Mənfi 23-dən də 10-u çıxmalıydıq. Mənfi 23 çıxılsın 10. 2x-dan x toplanır x. Mənfi 23-dən mənfi 10 toplanır olur mənfi 33. X da bərabərdir. Mənfi 33-ə böləndə eləyir mənfi 11. X mənfi 11-dirsə, birinci tənlikdə yerinə qoyaq. Y çıxılsın. Mənfi 11 bərabərdir 10. Burada bizdə 2 dənə mənfi verir toplama və y da bərabər olur. Belə bir şey olur da y üstə gələ 11 bərabərdir 10. Ondan da 11 çıxanda mənfi 1. Bizdən soruşur 4 y çıxaq o x-ın. Deməli 4 y-ın yerinə yazırıq mənfi 1 çıxılsın. X-ın yerinə yazırıq mənfi 10. 2 dənə mənfi toplama bərabər olur. Mənfi 4 üstə gələ 11. 1 mənfi 1 müsbət çıxılır. Doğru cavab olur D variantı 7.
ifadəsini çox ədli şəklində göstərin deyir bizə. Deməli, burada birincini açırıq. Birinci belə 2x üstə birincini, gəlin belə bir şey eləyək. 2x kvadrat üstə gələ 3y var hər ikisində. Bax, bundan 2x kvadrat üstə gələ 3y-dan burada var. 2x kvadrat üstə gələ 3y-dan burada da var. Hər ikisindən vuruq çıxardıq. 2x kvadratı üstə gələ 3y-ı vuruq çıxardıq. Vurub aça da bilərsə, bu arada problem yox. Birincidə qalır eyni şey 2x kvadratı üstə gələ 3y. 2-də nə daxil? İkincidə də qalır bu. 2x kvadratı çıxılsın 3y bərabərdir, bərabərdir. 2x kvadratı üstə gələ 3y qalır. Dəyəndirəm şimdi videonu. 3y-lar gedir burada. 3y-lar gedir. Arxasıca da olur, vurulsun. 2x kvadratı, 2x kvadratı eləyir 4x kvadratı bərabərdir. 2x kvadratın 4x kvadratına vuranda eləyir 6x üstü 4. 3y-la da 4x kvadratın vuranda olur 12x kvadrat y. Düz yazmadım. 2-ni 4-ə vuranda 8x üstü 4, 12x kvadrat y doğru cavab olur. Variantı. 63-cü sualı hesablayaq. Bu arada şəkilləri atan müəllim yoldaşlarıma və şagirdlərə təşəkkür edirəm. Qiymətini hesablayın deyir bizə. Birinci mötərizəni hesablayaq. 2 tamdan 1 tamı çıxanda qalır 1 tam. Ortaq məxrəc 9. 9-u bu 3-ə bölürük, qalır 3. 9-u 9-a bölürük, qalır 1. 3 çıxılsın 1 verir 2. Bölünsün 7 tam 3-də 1 üstə gəlir 4-də 3. Birinci bölmə işləmini eləyirik. Yəni buranı 9-da 1-i 9-a vururam. 9 üstünə 2 gəlirəm 11. O tərəfdə də 3-ü 7-yə vururam. 21 üstünə 1 gəlirəm 22. Bölmədir deyə birbaşa tərsinə çevirib yazıram. Olur 22-də 3. Üstə gəlir 4-də 3-də qalır. Hələ ki gözləyir. 11-i 11-ə bölürəm 1, 22-ni 11-ə bölürəm 2, 3-3-ə bölürəm 1, 9-u 3-ə bölürəm 3. Eləyir aşağıda 6-da 1 üstə gəlir 4-də 3. Ortaq məxrəc olur 12. 12-ni bir dəfə 6-ya bölürəm, qalır 2. 12-ni bir dəfə 4-ə bölürəm, qalır 3. 2 üstə gəlir 9, 12-də 11. Yəni D variantı. Sanki bu dəfə suallar daha yüngül idi. Gibimə gəliyor. Radiusu 19 sm olan çevrənin mərkəzinə 25 sm məsafədəki nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni tapın. Deməli, bir dənə çevrəm var. Bu çevrənin radiusu 19-dur. Çevrənin mərkəzindən 25 sm məsafədə. Çevrənin mərkəzindən 25 sm. Bura 25 sm-dir. Sonra radiusu da bunun 19-dur. Bizə deyir ki, nöqtədən çevrəyə qədər olan ən kiçik məsafə çevrə xəttinə qədərdir. 25-dən çıxırıq 19-u, qalır 6, yəni D variantı. Yazaq. Deməli, burada 15, burada ixtisar eləyə bilərik də elə üstündə. Deməli, x kvadratları gedir, x kvadratları gedir. A gedir, A üstü 8 ilə, qalır aşağıda A üstü 7. 15-i 5-ə bölürəm 3, 25-i 5-ə bölürəm 5. Yuxarıda y kvadrat, aşağıda y, bundan da bir dənə y gedir. Yuxarıda qalır 3 vuraq 2, 6y, aşağıda qalır 5, A üstü 7. 6y 5, A üstü 7 doğru cavab olur. B variantı. Tərəfi 10 sm olan ABCD kvadratında M və N uyğun olaraq BCD tərəflərin orta nöqtələri olarsa. Deməli, bunlar orta nöqtələrdir. Deməli, bu tərəflə bu tərəf bərabərdir. Kvadrat deyə bunun 4-ü də bərabərdir. Zaten N də orta nöqtədir, burada orta nöqtədir. Yəni, fərq eləmir. Deməli, burada məsələ burasındadır ki, əgər ND tərəfi A-dırsa, kvadratın tərəfi 2A-dır. Burada da düz bucaqlı, üç bucaqlı. 30 dərəcə qarşısındakı katet hipoton bu bizə heç nə vermir. Tərəfi 10-dur. Bir də nəyi soruşur? Düz bucaqlı sahəsində. Heç nə, can sağlığı tapmaq olur. Deməli, kvadratın tərəfi 10-dur. Katetdə 5-dir. Sarı ilə indi göstərəcəyim hissənin sahəsini tapa bilərik. Neyniyərik? 5-i vurarıq 10-a 50, 2-yə bölərik 25. Buranın sahəsi olacaq 25. O zaman yuxarının sahəsi də olacaq 25. Bəs kvadratın özünün sahəsi nədir? 10 vuraq 10 bərabərdir, 100-ə bərabərdir. Kvadratın 100 sahəsindən 2 dəfə 25-i çıxıram. Çıxılsın 25, çıxılsın 25. Yuxarıdakı 25-dən aşağıdakı 25-i çıxanda, onda mən bizdən soruşulan bu 4 bucaqlığın sahəsini tapa bilirəm. Deməli, bərabər olur 50-yə, doğru cavab olur B variantı.
2 zər eyni zamanda bir dəfə atıldıqda üst-üstə düşən xalların cəminin 6-dan kiçik olmaması hadisəsinin ehtimalı. 2 zər eyni zamanda bir dəfə atılır. 2 zər atılır, eyni vaxtda atılır, bir dəfə atılır. Gəlin cəmlərin 6-dan kiçik olması ehtimalını tapaq. 6-dan kiçik ola bilər 1 ilə 1, 1 ilə 2, 1 ilə 3 ola bilər. Sonra 1 ilə 4 ola bilər. Sonra 1 ilə 5 ola bilər. 6-dan kiçik olmasın. 1 ilə 5 ola bilməz. Çünki 1 ilə 5 6-dan kiçik deyil. Sonra 2 ilə 1 ola bilər, 2 ilə 2 ola bilər, 2 ilə 3 ola bilər, bitdi. 3 ilə 1 ola bilər, 3 ilə 2 ola bilər, bitdi. 4 ilə 1 ola bilər. İşte bu qədər. Neçədən olur? 4 dənə, üstünə 3 dənə, 7 dənə, üstünə 3 dənə, 10 dənə. Deməli, 36-da 10. Düz yazmadım. Nəyi yazmadım? Bircə dəqiqində. Hə, düz yazdım. Elə bil ki, məsələ burasındadır ki, düz yazdım. Mən 6-dan kiçik olanları tapıram. 6-dan kiçik olanlar. 6-dan kiçik olması 36-da 10-dur. Yəni 18-də 5-dir. Bizə deyir ki, 6-dan kiçik olmasın. Ona görə nə edirəm? 1 tamdan, axı olması ehtimal, ümumi ehtimal 1 tamdır. 1 tamdan 18-də 5-i çıxıram, eləyir 18-də 13. 68-ci sual. 68-ci sual. 2 ədədin, 2 eyni ədədin əbobu ilə əkobu veriləndə eyni ədədlərdir. Əbobu ilə əkobu verilməsi bizə həmin ədədlərin hasili deməkdir. Yəni biz sadəcə 32-ni 68-ə vursaq, sadəcə 32-ni 68-ə vursaq elə misalın cavabını taparıq. Bu 6-cı sinif dərsliyində var. 6-cı sinif sualdır. 32 vurulsun 68 eləyir 2176. 2176 doğru cavab olur E variantı. Sinifdəki şagirdlərin sayı 30-dan çox, 40-dan isə azdır. Onları həm 2-2, həm 3-3 otuzdurmaq lazımdır. Deməli, elə bir ədəddir ki, həm 2-yə bölmək olur, həm də 3-ə bölmək olur. Bu da 30 ilə 40 arasındadır. 2-yə 3-ə bölünməsi o deməkdir ki, bunların ikisi də 6-ya bölünür. Nə ola bilər? 36-da nə ola bilər ki, 30 olsun. 30-un özünü götürə bilmərik. Çünki 30-dan çox deyir bizə. Ədədlərdən hansılar 2 kiçikdir 8 və çox asandır. 8 bərabərsini ödəyir. Burada hər tərəfi 2-yə bölürük. X kiçik bərabərdir 4 bərabərsizliyini ödəməlidir. Deməli 2 ödəyir, 4 özü ödəyir və 0 ödəyir. Natural şərti falan demir də. 1, 2, 5 doğru cavab olur A variantı. Baxırıq. Deməli, özü də yazıb üstündə. A, B 7-dir. B, A, D 15-dir. Bütöv parça 15-dir. B, S ilə də C də bərabərdir. 7, B, S ilə C də ikisi də bərabərdir. Ümumi parça 15. 2x bərabərdir. 15-dən 7 çıxırıq 8. X də bərabərdir 4. Daha bu sualı yazmamaq eyib olardı. Bərabər yanlı üçbucaqda yan tərəfə paralel olan orta xəttin uzunluğu 4-dür. Üçbucağın perimetri 22-dir. Deməli, mənim bir dənə bərabər yanlı üçbucağım var. Yan tərəfə paralel olan orta xəttim var. Orta xəttim 4-dürsə, deməli, yan tərəfim 8-dir. Bizdə də bərabər yanlıdır deyə burada 8-dir. Üçüncü tərəf x-dir. 8 üstə gələ 8 üstə gələ x bərabərdir perimetri 22-yə. X bərabərdir 22-dən çıxıram 2 dənə 8-i, yəni 16. X də bərabər olur 6. Deməli, oturacağın uzunluğu nəyə bərabərdir? 6-ya bərabərdir. Nöqtələr arasındakı məsafəni 2-yə bərabərdir. Mən də məsafə sualı yazmışdım sınavımda, amma belə deyildi. Mənim məsafə sualım daha asan idi. Deməli, belə yazırıq ki, nöqtənin koordinatları, məsafənin koordinatları olsun belə. Deməli, 4-dən 6-nı çıxırıq, verir -2, 5-dən də y-ı çıxırıq və bunun uzunluğu da 2-yə bərabərdir. Deməli, -2-nin kvadratı olur 4. Qayda belə idi. Kök altında kvadratları cəmi, uyğun koordinatların kvadratları cəmi belə idi də. Kök altında x-in kvadratı üstə gəlir, y-ın kvadratı bərabərdir həmən o məsafə eğrəminə. Biz də bu kök altını pozub y-ın kvadratı yazarıq. Mən də elə yazacağım. -2-nin kvadratı üstə gəlir 5 çıxılsın, y-ın kvadratı bərabərdir. Bu 2, yəni 4 kvadratını yazıram. O zaman 5 çıxılsın, y-ın kvadratı bərabər olur 4 çıxılsın 4 sıfıra və 5 çıxılsın, y bərabər olur
0-a. O zaman y də nəyə bərabər olur? 5-ə. Deməli, y-ın qiyməti nədir? 5-ə bərabərdir. Uşaq anadan olanda atası 25 yaşında idi. İndi onların yaşları cəmi 45-dir. Deməli, uşaq anadan alanda uşağın neçə yaşı var idi? 0 yaşı var idi. Atası neçə yaşı var idi? 25 yaşı var idi. Neçə il keçib? Bilmirik. X qədər il keçib. İndi yaşları cəmi nəyə bərabərdir? 45-ə bərabərdir. Yazırıq 2x bərabərdir. 45-dən 25 çıxırıq 20. X də nəyə bərabərdir? 10. Uşağın neçə yaşı var? Bəli, yazan şagird də düz yazıb. Uşağın 10 yaşı var. İfadəsinin qiymətini tapın deyir bizə. Biz bunu kök altında 4-cü dərəcədən yazırıq. Bu bizə düstur verir. A plus B, A minus B. Verir A kvadratı, yəni 6-nın kvadratı çıxılsın B-nin kvadratı, yəni 2 kök altda 5-in kvadratı bərabərdir. Yenə 4-cü dərəcədən 6-nın kvadratı 36, bu da 20 olur. 4-cü dərəcədən 16. Deməli 4-cü dərəcədən 16 2 üstü 4 deməkdir. Yəni bu da bərabərdir 2-yə. Deməli ifadənin qiyməti bizə nəyə bərabər olur? 2-yə bərabər olur. Hesablayın deyir bizə. Bunu belə 2-yə vurub yazmaq olmaz. Deməli nə edirik? Kəsr xətti çəkirik. Bir dəfə 48 çıxaq 32 yazırıq 16. Bir dəfə 48 üstə gələk 32 yazırıq. Olur 80. Məxrəcdə bir dəfə 29-dan 19, 21-dən 19 çıxırıq 2. Bir dəfə toplayırıq 40. 80-i 80-ə bölürəm 1. Çaşdım. 40-a bölürəm 2, 1. Bu da verir 8. İfadənin qiyməti bərabər olur 16-ya. Suallar haqqında fikirlərinizi gözləyirəm. Sizcə də çox sadə deyilmi? Kazım öz puluna 8 dəftər, 5 karandaş və ya 6 dəftər, 8 karandaş ala bilər. Dəftərlərin olsun X, karandaşın qiyməti olsun Y. Deməli, 8 karandaş aldı, 8 dəftər aldı, 5 dənə karandaş aldı. Ya da 6 dəftər aldı, 8 dənə karandaş aldı. Bərabərdir də, eyni qiymət. 8x-dan 6x çıxıram, eləyir 2x. Bu da eləyir 3y. Bizə deyir ki, dəftərin qiyməti, karandaşın qiyməti neçə dəfə çoxdur? Bölürəm hər tərəfi 2-yə. X bərabər olur 3, 2-yə böləndə olur 1,5y. Dəftər hansıdır? X-dır. Karandaş hansıdır? Y-dır. Bu dəftər karandaşdan neçə dəfə çoxdur? 1,5 dəfə çoxdur. Cavab olacaq 1,5 dəfə çox. Doğru cavab olur 1,5. Kaş çıxmazdı, bölərdi. İki fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhlə təhlükdə həmin tapşırığı ikincidən 12 saata tez yerinə yetirir. Deməli, birinci fəhlə tez yerinə yetirir. Yəni, birinci fəhlə x saata yerinə yetirirsə, o birisi x üstəgələ 12 saata, yəni gec yerinə yetirir. Yazırdıq bu tipli sualları. 1 üstəgələ x, 1 üstəgələ x üstəgələ 12 bərabərdir. Bunu da buna aiddir. Daha çox suallar var 8-ci sinifdə. Bərabərdir 8-də 1-ə. Ortaq məxrəc eləyirəm. X üstəgələ 12. Çaprazına vurulur. Olur x üstəgələ 12. Üstəgələ x bərabərdir 8-də 1. Deməli, yuxarı olur 2x üstəgələ 12. Aşağı vurulur olur. X-in kvadratı üstəgələ 12x bərabərdir 8-də 1. İndi çarpazına vururuq. Çarpazına vuranda olur. Deməli, 16x üstəgələ 96 bərabərdir x-in kvadratı üstəgələ 12x. X-in kvadratı qalır. 16x keçir 12x-dan çıxılır, verir -4x. 96 da keçir sola, olur 96 bərabərdir 0. Bunun da kökləri 12 və -8-dir. 12 -8 verir 4-ü. 12 mən vurulur 90-dır. Saat -8 ola bilməz. Deməli 12 saat. Bu deməkdir ki, birinci fəhlə 12 saat işləyirmiş təhlükdə. İkinci fəhlə də 24 saat işləyirmiş. Bizə deyir ki, birinci fəhlə təhlükdə bu tapşırığı neçə saata yerinə yetirər? Birinci fəhlə təhlükdə bu tapşırığı 12 saata yerinə yetirər. Düzbucaqlının bucaqlarından birini tənbölən onun tərəfini yarıya bölürdü. Bu tərəfi təmizləyim, indi gəlirəm. Deməli, düzbucaqlının bucaqlarından birinin tənböləni onun tərəfini yarı bölür. Bu tərəfi yarı bölür. Deməli, bura ilə bura bərabər, yarı bölür. Özü də bucağın tənböləndir.
45, 45. Hə, deməli məsələ burasındadır ki, bizdə bu bucaq 45 dərəcədir, bu bucaq da 45 dərəcədir. Heç üçüncü bucaq bizə lazım deyil. 90 dərəcəni yarı bölür də tənbilən. 90 dərəcə. O zaman burada 45 dərəcədir. Nə olur? Burada bərabər olur. Yan bucaqlar bərabərdir. Yan bucaqlar bərabərdir. Bax, bu yaşadığım hissəyə bərabərdir. Ona görə yan tərəflər də bərabər. Düz bucaqlının kiçik tərəfi 4-dür. Düz bucaqlının kiçik tərəfi 4-dürsə, o zaman buralarda 4, 4 olur. Uzun tərəf 8-dirsə, o zaman aşağıda 8 olur, 4 olur. Perimetr olur 4, üstə gələk 4. Yan tərəflər 4. Yan tərəflər 4. Deməli, uzun tərəflər də 8, 8. Perimetr nəyə bərabər olur? 24-ə bərabər olur. Qəşəng asan sual idi bu da. İndi buranı təmizləyim, gəlirəm. Deməli, şəkil belədir. Mən oxudum. Sizdə də var yəqin ki, suallar. Stolun üzərindəki dik duran qələmə ondan 150 sm fənər tutularsa, deməli, qələm budur. Qələm budur. Kölgəsi də budur. Qələmi deyir, hündürlüyü 30 sm-dir. Kölgənin uzunluğu 48 sm-dir. Mən də yazmışam. Sonra deyir ki, uzunluqda bu da fənərdir. 150 sm uzunluqda da fənər var. Qələmlə kölgə arasındakı məsafəni bizdən bu məsafəni soruşur. Mən də bura qeyd edirəm x. Bu fiqurların oxşarlığına aid məsələdir. Deməli, kiçik üçbucağın kateti 150-nin böyük üçbucağın kateti 150 üstə gələ x-a nisbəti bərabərdir. Kiçik üçbucağın oturacağı 30-un, böyük üçbucağın oturacağı 48-ə nisbəti. İndi burada nə edirik? Aşağını yuxarını bölürük 30-a. İkisi də sürətlidirsə bərabərlikdə ixtisar eləmək olar. 30-u 30-a bölürəm 1, 150-ni 30-a bölürəm 5, çarprazına vururam. Olur 150 üstə gələ x bərabərdir. 48-i 5-ə vuranda 240. O da bərabərdir 90. Deməli, bizdə soruşulan məsafə nəyə bərabərdir? 90 santimetrə bərabərdir ya da 0,9 metrə bərabərdir. Yəni, hər iki halda düz yazmısınız. Buranı təmizləyim, 81-ci sualda izah edəcəm. Deməli, 81-ci sualda məncə sadə sualdır. Düzdür, biz indi imtahan həyəcanlı deyilik, nə bilim, müəllimik, bəzi şeyləri çox yaxşı bilirik və s. Amma yenə də əvvəlki mövzulara baxanda, yəni əvvəlki zonalara baxanda məncə rahat sualdır. Çünki burada tərəddüdlü sual yox idi bu imtahanda. Baxaq, 22 dənə şagird var ümumi. Ümumi 22 dənə şagird var. 22 dənə şagird var. 22 şagird. Deyir ki, yalnız rus dili fənnindən, yalnız buradır, yalnız ingilis dili də buradır. Yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Deməli, ingilis dilindən məqbul olanların sayı x-dırsa, rus dilindən məqbul olanların sayı 3 nəfər azdır. Deyir ki, həm ingilis dili fənnindən, həm də fənnindən məqbul olanların sayı 7 nəfərdir. Bunların üçün də cəmi, bax, bu ümumi Venn diaqramının hamısının cəmi bizə verir 22-ni. Yazırıq x çıxılsın 3, üstə gələ 7, üstə gələ x bərabərdir 22. 2x bərabərdir 22 qalır. Mənfi 3 keçir sağa, üstə gələ 3, 7 keçir sağa olur, çıxaq 7. 2x bərabərdir 25, 7 də çıxanda 18, x də bərabərdir 18-i 2-yə bölürük, x də bərabər olur 9-a. Deməli, 9-a. Bu o deməkdir ki, 9 dənə buradadır. 9 çıxaq 3, 6 dənə də buradadır. 6 dənə də burada. Bizə deyir ki, yalnız ingilis dili fənnindən məqbul olanların sayı neçə nəfərdir? 9 nəfərdir. Cavab da olacaq 9. Elə Venlə yazıb həll edə bilərsiniz. Hələlik videolarımı bəyənməyi, dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, görüşənədək.